Bismillahirrahmanirrahim. Allahın salamı olsun əziz İslam peyğəmbərinə, onun pak əhli beytinə və onların təqvalı mömin səhabələrinə. Sübhün hədisi silsiləsindən 28-ci hədis. Xanım Fatimə Zəhra salamullah aleyha mübarək buyuruşların birində buyurur ki, Faradallahu salətə tənzihən minəl kibr. Allah Azze və Cəllə namazı təkəbbürlükdən paçılıq üçün qərar verdi. Burada faradallahu sözünün yerinə bəzi yerlərdə cəalallahu bu cürdə gəlib, yəni qərar verdi. Faradallah, yəni vacib etdiyi, cəalallah, yəni qərar verdi. Biharlan var, Müəssisətül Vəfa çapxanası, cild 82, səhifə 209. Hədisin mənası budur ki, Allah Azze və Cəllə namazı təkəbbürlükdən insanları paşlamaq üçün, münəzzəh etmək üçün qərar verdi. Baxın, kibir, yəni həmin təkəbbürlükdür. Təkəbbürlük Allaha məxsusdur. Allah mütəkəbbirdir. Yəni böyüklük Allaha xasdır. Əzəmət Allaha xasdır. İnsanlar isə aciz, Allaha möhtac bəndələr olduqları üçün onlar kibirlənməməlidirlər, təkəbbürlük etməməlidirlər. Allahın dərgahında və bəndələrinin qarşısında mütəvazı olmalıdırlar. Çünki bilməlidirlər ki, onları Allah xəlq edib və Allahın izni ilə varlar, sağdılar və Allahın izni ilə yaşayırlar. Baxın, təkəbbürlük insana bir çox fəsadlar gətirir. Özünüz də düşünün bu barədə. Mən sadəcə iki nöqtəyə işarə edəcəyəm. Bəzi insanlar o qədər təkəbbürlüdürlər ki, hətta onlar moizə belə qəbul etmirlər. Adam var, ona dindən danışırsan, düşünür. Təkəbbürlük edib özünü böyük tutmur, yekəxanalıq etmir. Bizdə yekəxanalıq deyirlər, həmin təkəbbürlükdir. Düşünür, deyir, ola bilər bu məndən yaşda balacadır, amma ola bilər sözündə bir hikmət olsun, qulaq asım. O hidayət qapısını öz üzərinə açır. O hidayət tapacaq gec-tez. Adam da var, ona dindən danışırsan, məsxərə edir, qəbul etmir, müəyyən vasitələrlə səni rədd etməyə çalışır. Və yaxud açıq-aşkar deyir ki, sən kimsən ki, mən səndən elm öyrənim məsələn. Ya məsələn deyirsən ki, qardaş, sən bu yerdə səhv eləmisən, xəta eləmisən, burada düzgün söz deməmisən, səhvini düzəltmək əvəzinə başlayır biraz daha səhvində israr edir və növbəti səhvlərə yol verir. Deməli, moizə qapısını, nəsihət qapısını, hidayət qapısını öz üzərinə bağlayır. Niyə? Çünki təkəbbürlü adamdır. Digərlərini balaca görür, özünü yüksəkdə görür və haqqı qəbul etmir. İkinci bir fəsad nədir? Məsələn, küsürlərə aiddir. Küsürlər daha diqqətlə qulaq assınlar. Bəzən insan bir nəfərdən küsür, dalaşırlar. Baxırsan, adi bir şeyin üstündədir. Siz gedin, əgər qulaq asanların arasında küsür insanlar varsa, gedin küsüyünüz insanla niyə görə küsmüsünüz o məsələni araşdırın. 100% neçə faizi, məsələn, 50-60% görsən adi məsələlərin üzərində küsüblər. Və yaxud məsələn, 5 il, 10 il bundan qabaq dalaşıblar, küsüblər. Mütləq sən hazırki vəziyyətdə 5 il əvvəlki insan deyilsən. 5 il əvvəl ola bilər sənin düşüncən bir tərzi olub ki, qarşı tərəfdən bir söz eşitmisən və buna görə ondan küsmüsən. Amma üstündən 5 il keçib, artıq insan 5 ilə dünya görüşü də artır, yaşlaşır, böyüyür. Mütləq get araşdır, gör ki, sən neyin üzərində küsmüsən, adi bir məsələ üzərində küsmüsən, adi bir məsələnin üstündə dava eləmisən. Və təkəbbürlük etmə, get birinci sən, barış, sülh elə. Xüsusən də dindarlara daha çox insanlar ümid bağlayırlar ki, bu adam dindardır, din oxuyur, hədis oxuyur, namaz qılır. Bu adam gərək küslü olmasın, din küslülüyü sevmir, insanları sülhə dəvət edir, İslam sülh dinidir, təslimiyyət dinidir. Və birinci intizarları var ki, dindar gəlsin, addım atsın və barışsın. Amma təəssüflər olsun ki, insanlar küsürlər və təkəbbürlük onlara imkan vermir ki, geçsin həmin şəxslə barışsın. Bəli, bəzi insanlar var ki, şəriətdə də bu cürdür. Onlara o qədər təbliğ edirsən, görürsən mümkün deyil, düzələn deyil, şər adamdır, fəsad, fitnə əhlidir. Ondan çəkinmək daha yaxşıdır, daha məsləhətdir. Amma əksər hallarda insanlar adi məsələlərin üstündə küsürlər və barışmağa da təkəbbürlükləri onlara icazə vermir. Gözləyir ki, qarşı tərəf gəlib barışsın. Qarşı tərəf də gözləyir ki, yox, bu gəlib birinci barışsın. Və o kibir, təkəbbürlük imkan vermir ki, insan addım atsın. Amma namazı Allah Azze və Cəllə kibirdən, təkəbbürlükdən paçlıq üçün qərar verib. Nəinki təkcə Allah dərgahında ya, nəinki təkcə Allahın müqabilində, bu zaten var. Hətta ən belə deyək, fasıq, günahkar adam belə Allah mövzusu meydana çıxanda
Allahın qəzəbindən qorxur, Allahın onu xəstələndirməsindən qorxur, Allahın xəstəliyindən qorxur, kasıblıqdan qorxur və Allahın qarşısında mütəvazı olur. Allaha qurban olum, Allah böyükdür, Allaha sevirəm, bu cür sözlər deyir. Amma bu tənzihən minəl kibr, təkəbbürlikdən paşlanmaq məsələsi təkcə Allahın müqabilində deyil, hətta bəndənin müqabilində. Niyə? Çünki namaz xudu halıdır. İnsanın təzəllül, zillət halıdır, acizlik, sınma halıdır, zəlillik halıdır. İnsan bilir ki, zəlil bir məxluqdur Allahın dərgahında və gəlir namaz qılır, ruku halı əyilir, səcdəyə düşür, daha çox əyilir, ən uca üzvünü Allah üçün dəyərsiz bir torpağa qoyur, yerlə yeksan edir və bununla da özünün zəlil olduğunu göstərir. Və bu insan həyatında ki, bu namazı 5 vaxta qılır, ya yaxud 3 vaxta qılır, hər gün artıq özünün zəlil olduğunu anlayır. Allahın qarşısında təslim olur. Zəlillik budur. Allahın qarşısında sən təslim olursan və Allahın hər dediyinə başlayırsan qulaq asmağa. Yəni namaz səni zəlil eləyir. Allah dərgahında mütəvazi bir şəxs eləyir. Nəyə nisbətdə? Allahın əmr və qadağalarına nisbətdə. Çünki Allahın dərgahında zəlil bir qulsan. Həmçində qadağalardan çəkinirsən. Niyə? Çünki Allahın dərgahında yenə də zəlil bir qulsan. Velhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin.